Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mühüm bir məlumatı diqqətinizə çatdıracağım. Azərbaycanlı deputat Rafael İbrahimovla İngiltərənin Norwich şəhərində yerləşən Delamere Health klinikasının əməkdaşları arasında yaşanan hadisələrlə bağlı yeni məlumatlar əldə olunub. Vaxtilə Böyük Britaniya, Norveç və İsveçdə Azərbaycanın səfiri çalışan Rafael İbrahimov artıq il yarımdır xoşagəlməz durumla üz-üzədir. Belə ki, həmyerlimiz 2023-cü il dekabrın 5-də müalicə almaq məqsədi ilə Delamere Health klinikasına müraciət edib. Tibb müəssisəsini tərk etdikdən sonra Rafael İbrahimovun özünü aqressiv aparması və 3 tibb bacısına qarşı cinsi təcavüz göstərməsi iddia olunur. Həmin tibb bacıları Jessica Brooks, Kate Bizel və Melanie Kriegel'in peşəkarlığı və ixtisasları Care Quality Commission tərəfindən yoxlanılıb. Hazırlanan hesabatda bildirilir ki, Jessica Brooks heç vaxt reabilitasiya klinikasında işləməyib. Onun təcrübəsi kriminologiya və probasiya xidmətləri və məişət zorakılığı qurbanlarına yardım sahələrində olub. Baş tibb bacısı vəzifəsini yerinə yetirən Kate Bizel bu sahədə çoxillik təcrübəsi olmasına baxmayaraq ümumiləşdirilmiş fiziki narahatlıq və psixi sağlamlıq problemləri yaşayıb və o Allergic Food adlı şəxsi biznesini idarə etdiyindən üstəlik əlavə stres və iş yükü ilə də üzləşib. Digər xanım əməkdaş Melanie Kriegel isə qeyri-müəyyən peşəkar məlumatlara malikdir və bəzi klinik bacarıqlarda təlim keçmiş olsa da, onun ixtisaslı tibb bacısı olduğuna dair bir sübut yoxdur. Bundan başqa Delamere Health klinikasının rəhbəri Mike Delaney barədə də birmənalı rəy verilməyib və onun başçılıq etdiyi kollektiv cinsi azlıqların təşkilatı olan LGBT-yə yaxınlığı ilə tanınır. Delamere Health-in əməkdaşları sosial media səhifələrində, sosial şəbəkələrdə və gündəlik həyat tərzində LGBT-nin təbliğinə yönələn addımlar atır. Bu təşkilata xüsusi rəğbət göstərirlər. Klinik əməkdaşlarının qarayaxmaq kampaniyasından bezən Rafael İbrahimov işgüzar nüfuz və imicinə xələl gətirdiyinə görə Böyük Britaniyada məhkəməyə müraciət edib. Britaniya Tribunal Məhkəməsi bu ilin mayın 20-sində Azərbaycanlı diplomatın xeyrinə qərar çıxarıb. Uzun illər Azərbaycan dövlətini səfir kimi uğurla təmsil edən bir şəxsin LGBT fəalları olan bu xanımlara qarşı cinsi zorakılıq etməsi yumşaq desək ağla sığmaz görünür. Bəlkə Rafael İbrahimovun ailəsinin dediyi kimi klinikanın əməkdaşlarının məqsədi şantaj yolu ilə qarşı tərəfdən pul qopartmaqdır. Hər halda Rafael İbrahimovun Britaniyalı xanımlara qarşı cinsi təcavüzü barədə hekayənin necə başa çatacağı da maraq doğurur.